Həmçinin sizin videolarınızı izləyən bir qardaşımız var, hansı ki, belə başlayır ki, subaydır. Və israrla istəyir ki, siz onun sualına cavab verəsiniz və deyir ki, dinləyəcəm də sizi və həmişə də dinləyirəm. Deyir, mənim 27 yaşım var, valideynlərim məni evləndirmək istəyir. Lakin mənim üçün evləndirmək istədikləri həmin o qadının hicablı deyil. Lakin namuslu və iffətlidir. Mən isə istəyirəm ki, imanlı, müsəlman qadın olsun. Və deyir, sual vermək istəyirəm ki, mənim hicablı olmayan bir qadınla, namuslu, iffətli olan bir qadınla evlənməyim icazəlidirmi? Nə məsləhət görərdiniz? Elhamdülillah. Bilirsiniz, bu məsələ biraz incə məsələdir. Yəni, buna yanaşmaq biraz ehtiyatlı olmalıdır. Və təbii ki, Peyğəmbər sallallahu aleyhi ve sellem dində olan qadına üstünlüyü verməyi bizə tövsiyə edib. Çünki dində ne üçün? O artıq bilir, Allah qorxusu var, Allaha ibadət var. Həm də sənin fikirlərinə yaxın olacaq. Bir-birinizi başa düşəcəksiniz, o başa düşəcək, sən başa düşəcəksən. Çünki din, sonda insan hər şey etiləndə də din qalır. Din təsəllidir böyük insan üçün. Ümid yeridir. Və ola bilsin, məsələn, qız baş açıqdır, lakin ola bilsin, sən bir xəbər göndər. Bəlkə başını bağlayacaq. Çünki, məsələn, çox qadınlar, indi məsələn, hicabda olan, əvvəl hicab taxmırdılar. Sonra ibadətə başladığından sonra taxdılar. Və bəziləri, bilməm, düz dəlil fikirlər də var. Mən hazır deyiləm, bilməm, onlar haçan hazır olacaq. Hazır deməyi onlar nə qəsd eləyir? Necə hazır? Mən hazır deyiləm. 10 ildir, hələm hazır deyiləm. Yəni, nə olmalıdır ki? Mən hərdən deyirəm, hazırlaşırlar kosmonavtda, səmaya uçanlar. 6 ay, 1 il. Necə hazır? Allah əmr eləyib. Əhzab surəsi 59-cu ayədə. Hicab fərzdir. Hicab fərzdir. Biz demirik, hicab taxmayan iffətsizdir, yox. İffətsiz, hələ o səhv fikirdir. Lakin biz deyirik ki, hicab elə-belə fərz olunmayıb. Allah bizdən, şəriət bizdən ağıllıdır. O, insanların məsləhəti üçün deyib, o qadının ətrafının, atasının, qardaşının, gələcək ərinin, ümumiyyətlə cəmiyyətin. Allah nəyə əmr edib, onda zərər yoxdur. Nə fərdə, nə cəmiyyətə. Əksinə, Allahın əmrinə müxalif olmaqda zərər var. Fərdə və cəmiyyətə. Ona görə tələsmə, bir bax, xəbər göndər. Bəlkə hicab taxacaq, bəlkə namaza başlayacaq. Ona görə düz atana deyir, atana sözünü qulaq asmaq lazımdır. Lakin xəbər göndər. Xəbər göndər, istixarə elə, gör, bəlkə başlayacaq ibadətə, hicab taxacaq. Elhamdülillah, yaxşı. Aydındır?